Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-sında Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi ilə tanış olub. Azərbaycanın birinci xanımından muzey haqqında məlumat verilib. Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstan Azərbaycanlı ziyalılarının müraciətinə əsasən 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev muzeyi yaradılıb. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Gürcüstan prezidentinin sərəncamına əsasən 2007-ci ildə Mərkəzi Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidən qurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dil kursları var. Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir. Burada milli musiqi alətlərimizin və geyimlərimizin, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələrin, Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatların və digər maraqlı əşyaların nümayiş olunduğu 6 ekspozisiya zalı var. Ekspozisiyada Gürcüstanda yaşayan etnik azərbaycanlılar tərəfindən toxunmuş və milli muzeydə saxlanılan ənənəvi xalçalar da təqdim olunur. Onların yaradılma tarixi 100 illiklərə gedib çıxır. Bu xalçaların toplanması və ilmi cəhətdən öyrənilməsi 19-cu əsrin ortalarından məhz Gürcüstan Milli Muzeyinin hüquqi varisi olduğu Qafqaz Muzeyi dövründən başlayır. Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuş zalda hər iki ölkənin heykəltaraşlarının xalqlarımızın dostluq münasibətlərini əks etdirən əsərləri Tbilisi şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkının, Axundzadə adına məktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və Dostluq abidəsinin fotoşəkilləri yer alıb. Mədəni tədbirlər və konfransların da keçirildiyi muzeydə Mirzə Şəfi Vazehi 1920-1930-cu illərdə Gəncədə qurduğu Divani Hikmət Ədəbi Məclisinin fəaliyyətini davam etdirən Müdriklər Məclisi yaradılıb. Burada Tbilisi şəhərində yeganə olan Azərbaycan dilində kitabxana və incəsənət qalereyası fəaliyyət göstərir. Sonra Azərbaycanın birinci xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Uşaqlar tərəfindən toxunmuş kiçik xalçalar xanım Mehriban Əliyevaya hədiyyə olunub.